Bu erməni politoloqların məsələn birinin dediyi deyil, bir neçə nəfər deyir ki, Robert Köçəryanın həbsinin kökündə həm də onun sonda Azərbaycana təhvil verilməsi dayanır. Bu nə dərəcədə realdır? İndiki situasiyada Ermənistanda həbs olunmuş keçmiş prezidentlərin Azərbaycana təhvil verilməsi nə dərəcədə realdır? Təbii ki, o Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra, münasibətlər tam normal səviyyəyə, çərçivəyə keçirildikdən sonra, Ermənistanla Azərbaycan arasında həm dövlət səviyyəsində, rəsmilər səviyyəsində, həm xalq arasında münasibətlər normallaşmağa başladıqca, hüquqi prosedurlar mövcud olduqca, indiki halda biz deməli, Ermənistanla Azərbaycan arasında qarşılıqlı şəkildə cinayətkarların təhvil verilməsi ilə bağlı deməli, hüquqi prosedurlar mövcud deyil. Belə bir sənəd imzalanmayıbdır. Ona görə də Azərbaycanda ittiham olunmuş və Ermənistanda həbs olunmuş şəxsin Azərbaycana təhvil verilməsi ilə bağlı proses, hüquqi prosedurları həyata keçirmək üçün mexanizm mövcud deyil. Amma bayaq dediyim kimi, o münasibətlər formalaşdıqca, münasibətlər yarandıqca, hüquqi prosedurlar, hüquqi baza iki dövlət arasında münasibətləri özündə əks etdirəcək hüquqi baza yarandıqca, təbii ki, bu istiqamətdə də Azərbaycan prinsipial mövqeyini ortaya qoyacaqdır və davamlı olaraq biz çalışırıq və çalışacağıq ki, həmin o cinayətkarların hamısı nəhayət ki, ədalət qarşısında cavab versinlər törətdikləri cinayətlərə görə.